Nikolay Vasilyeviç Gogol. Şinel. Bir departamentdə, ancaq yaxşısı budur departamentin adını söyləməyək. Dünyada cürbəcür departamentlərdən, polklardan, dəftərxanalardan və sözün qısası hər cür mənsəb sahiblərindən qorxulu bir şey yoxdur. İndi artıq tək-tək hər adam öz simasında bütün cəmiyyəti təhqir olunmuş sayır. Deyirlər ki, lap bu yaxınlarda adı yadımda olmayan bir şəhərin kapitan İspravnikindən belə bir ərizə gəlmişdi ki, həmin ərizədə o, dövlət qərarlarının tələf olduğunu və onun müqəddəs adının tamamilə saymaziyana çəkildiyini açıq-aydın izah edir. O, öz ərizəsinə dəlil olaraq yekə bir cild romantik bir əsər də əlavə etmişdi ki, bu əsərdə hər 10 səhifədən bir kapitan İspravnik bəzi yerlərdə hətta tamamilə sərxoş halda zahir olur. Buna görə də yaxşısı budur, hər cür anlaşılmazlıqlara yol verməmək üçün əhvalat vaqe olan departamenti biz eləcə bir departament adlandıraq. Bəli, bir departamentdə bir məmur qulluq edirdi. Demək olmaz ki, bu məmur çox gözəl idi. Boyu alçaq, üzü bir qədər çopur, bir qədər kürəntəhər, hətta zahirdən bir qədər koruş, alın tərəfdən bir balaca daz, hər iki yanağı qırışıqlı və üzünün rəngi də babasil xəstələrinin üzünün rəngində idi. Nə çarə? Təqsir Peterburqun iqlimindədir. Rütbəsinə gəlincə, o, daimi tutulyamı, sovetnik deyilən bir rütbə sahibi idi. Məlum olduğu kimi, bu rütbəyə mənsub adamları acizlərin üstünə hücum etmək kimi tərifə layiq bir vərdiş sahibi olan cürbəcür yazıçılar doyunca lağa qoymuş və istehza etmişlər. Məmurun familiyası Başmaçkin idi. Elə adın özündən məlumdur ki, bu ad bir zaman başmaqdan əmələ gəlmişdir. Ancaq bu adın başmaqdan nə zaman, hansı vaxtda və nə cür əmələ gəldiyi barədə heç bir şey məlum deyil. Başmaqçinlərin ataları da, babaları da, hətta qayınları da həmişə uzunboğaz çəkmə geyib. Yalnız ildə 3 dəfə çəkmələrinin altın yamatdırardılar. Həmin məmurun adı Akaki Akakiyeviç idi. Bəlkə bu ad oxucuya bir qədər qəribə və uydurma kimi görünə bilər. Ancaq oxucunu əmin etmək olar ki, bu adı əsla uydurmamışlar. Öz-özlüyündə elə şərait yaranmışdı ki, ona əsla başqa ad vermək mümkün deyildi. Və bu əhvalat belə baş vermişdi. Akaki Akakiyeviç, əgər yaddaşımız bizi aldatmırsa, 23 mart gecəsi anadan olmuşdu. Bir məmur arvadı və çox yaxşı bir arvad olan rəhmətli anası qayda üzrə uşağı xaç suyuna salıb ona ad qoymağa hazırlanmışdı. Onun anası hələ qapının ağzındakı çarpayının üstündə uzanmış və onun yanında uşağın kirvəsi, çox yaxşı bir adam olan və senatda şöbə müdiri vəzifəsində işləyən İvan İvanoviç Yeroşkin və kirvə qadın, kvartal zabitinin arvadı, çox nadir gözəl sifətlərə malik bir arvad olan Arina Semyonovna Belabruşkova durmuşdu. Uşağın anasına bu 3 addan birini seçməyi təklif etdilər. Mokki, Sossi və ya uşağa cəfakeş, Xozdazatın adını qoysunlar. Rəhmətli arvad fikirləşdi ki, yox, bunlar hamısı bir təhər adlardı. Onun könlünü almaq üçün təqvimin başqa bir yerini açdılar. Yenə 3 ad çıxdı. Trifli, Dula və Varaxasi. Qarı dillənib dedi ki, bu lap bəladır ki, hamısı ilə bir təhər adlardı ki, düzü mən heç belə ad eşitməmişəm. Yenə Varadat və ya Varıq olsaydı bir şey idi. Yoxsa Trifli, Varaxasi nədir? Təqvimi bir vərəqində çevirdilər, bu adlar çıxdı. Pavsikaxi və Vaxtisi. Qarı dillənib dedi. Yox, day mən görürəm ki, bu uşağın bəxti belədir. İndi ki, belə oldu, heç olmasa qoy ilə atasının adını qoyaq. Atası Akaki idi, qoy oğlu da Akaki olsun. Beləliklə də Akaki Akakiyeviç əmələ gəldi. Uşağı xaçlayıb ad qoydular. Bu zaman uşaq ağlayıb üz-gözün elə büzüşdürdü ki, elə bil titulyami sovetnik olacağını əvvəlcədən duymuşdu. Bəli, bütün bunlar bax belə baş vermişdi. Biz bütün bunları ona görə qeyd edirik ki, oxucu bunun tamamilə zəruri bir halda əmələ gəldiyini və uşağa başqa ad vermək heç cür mümkün olmadığını görə bilsin.
Onun departamentə nə vaxt və necə daxil olduğunu və onu bura kim təyin etdiyini heç bir kəs yadına gətirə bilmir. Burada xeyli direktor və cürbəcür naçalniklər dəyişmişsə də, onu həmişə həmin yerdə, həmin vəziyyətdə yazı məmuru vəzifəsində görmüşdülər. Belə ki, sonra hamı bu fikrə gəlmişdi ki, görünür bu adam anadan tamamilə hazır bir halda, əynində vismundir və təpəsi daz bir halda doğulub. Departamentdə ona heç bir hörmət edilməzdi. O gəlib keçəndə qapıçılar nəinki yerlərindən durmazdılar, hətta ona sarı baxmazdılar da. Elə bil ki, qəbul otağından eləcə bir milçək uçub getdi. Naçalniklər onunla bir təhər soyuq zalımanə rəftar edərdilər. Şöbə müdürü köməkçilərindən biri kağızı düz onun burnuna soxar, hətta heç deməzdi ki, üzünü köçürün və ya budur, maraqlı və yaxşıca bir işdir. Yaxud yaxşı tərbiyəli idarələrdə olduğu kimi başqa xoş bir söz deməzdilər. O da kağızı alıb yalnız kağıza baxardı. Ona kağızı kimin verdiyinə və həmin adamın buna ixtiyarı olub-olmadığına əsla baxmazdı. O kağızı alıb həmin saat onu yazmağa hazırlaşardı. Gənc məmurlar onu lağa qoyub dəftərxanalarda mümkün olan dərəcədə hazır cavablıqla ona sataşar, elə oradaca öz yanında onun barəsində və 70 yaşında bir qarı olan ev xanımı barəsində düzəltdikləri cürbəcür rəvayətləri danışar, deyərdilər ki, güya qarı onu döyür. Toyları nə vaxt olacağını soruşar və onun başına kağız qırıntıları səpib bunu qar adlandırardılar. Ancaq Akaki Akakiyeviç bütün bunlara bircə sözlə də cavab verməzdi. Elə bil ki, onun qabağında heç bir kəs yoxdur. Bu vəziyyət hətta onun işləməsinə təsir də eləməzdi. Bütün bu haykü içərisində o yazıda bircə səhv də buraxmazdı. Yalnız zarafat həddən dözülməz bir hal alanda, onun böyründən itələyib işləməsinə mane olduqları zaman o deyərdi. Məndən əl çəkin, məni niyə incidirsiniz? Onun sözlərində, səsində və bu sözləri ifadə etməsində nəsə qəribə bir şey var idi. Bu səsdə adamı rəhmə gətirən elə bir şey var idi ki, işə yeni girmiş və başqaları kimi Akaki Akakiyeviçə istehza etməkdə olan bir gənc, birdən-birə oxla vurulmuş kimi donub qaldı və o vaxtdan bəri sanki hər şey onun nəzərində dəyişib başqa cür göründü. Ədəb-ərkanlı və kübar aləminə məxsus adamlar bilib, tanış olduğu yoldaşlarından onu nəysə qeyri-təbii bir qüvvə uzaqlaşdırdı. Sonra uzun bir müddət, ən şən dəqiqələrdə belə onun gözünün qabağında alçaq boylu və təpəsi daz bir məmur görünüb, təsirli sözlərlə "Məndən əl çəkin, niyə incidirsiniz?" deyərdi. Və bu təsirli sözlərdə sanki başqa bir məna vardı. "Mən sənin qardaşınam." Həmin bu gənc insanda nə qədər çox insaniyyətsizlik olduğunu, kübarların zahirən zərif mədənlikləri altında nə qədər sərt bir kobudluq və aman Allah, hətta hamının nəcib və namuslu saydığı adamlarda da nə qədər sərt bir kobudluq olduğunu görüb, öz ömründə sonralarda çox sarsılmışdı. Yəqin ki, heç bir yerdə öz vəzifəsinə bu qədər can yandıran bir adam tapmaq olmazdı. Onun canbaşla xidmət etdiyini söyləmək azdı. Yox, o eşqlə xidmət edirdi. Orada bu üzün köçürmə işində ona nə isə özünə məxsus, çox növlü və xoş bir aləm görünürdü. Onun üzündə ləzzət əlamətləri zahir olurdu. Bəzi hərflər onun çox sevdiyi hərflər idi. Bu hərflərə rast gələndə o tamamilə özündən çıxardı. Həm yavaşcadan gülər, həm göz vurar, həm dodaqları ilə yazmağa kömək eləyərdi. Belə ki, onun qələmi ilə yazdığı hər bir hərfi üzündən oxumaq olardı. Əgər ona öz cidd-cəhdinə görə mükafat verilmiş olsaydı, bəlkə də öz təəccübünə rəğmən hətta Statski Sovetnik də ola bilərdi. Lakin onun istehza edən yoldaşlarının dedikləri kimi, o bu xidmət sayəsində yalnız bir rəsmi məmurluq nişanı, bir də babasil qazanmışdı. Amma demək olmaz ki, ona heç bir diqqət yetirilmirdi. Əslində, mehriban bir adam olan bir direktor, Akaki Akakiyeviçi uzun müddət xidmət etdiyinə görə mükafatlandırmaq arzusu ilə əmr etmişdi ki, ona adi üzünü köçürmədən daha əhəmiyyətli bir iş tapşırsınlar. Və ona tapşırılmışdı ki, hazır bir iş barəsində başqa bir idarəyə bir təliqə yazsın. İş yalnız bundan ibarət idi ki, yalnız başlığı dəyişib və bəzi yerlərdə feilləri birinci şəxsdən üçüncü şəxsə keçirməli idi. Bu iş onun üçün elə bir çətinlik törətdi ki, onu tamamilə tər bastı. O, alnının tərin silə-silə nəhayət dedi ki, yox, yaxşı budur mənə bir şey verin, üzün köçürüm.
O vaxtdan bəri onu həmişəlik üzün köçürmə işində qoydular. Onun üçün bu üzünü köçürmə işindən başqa güya heç bir şey yox idi. O öz paltarı barəsində də əsla fikirləşməzdi. Onun vismundiri yaşıl deyil, nəsə unlu sarı rəngə çalırdı. Yaxalığı çox dar və alçaq idi. Belə ki, boğazı uzun olmadığı halda yaxalığından kənara çıxıb Rus xaricilərinin başlarında onun daşıdıqları başları yırğalanan gipsdən düzəldilmiş pişik balalarının boyunları kimi Akaki Akakiyeviçin boynu da həddən artıq uzun görünürdü. Onun vismundirinə həmişə bir şey, ya bir parça quru ot, ya da nəsə, bir sap qırığı yapışmış olardı. Bundan başqa o, elə xüsusi bir məharətə malik idi ki, küçə ilə gedərkən həmişə pəncərənin altına içəridən cürbəcür zibil tullanılan vaxt yetişərdi. Buna görə də həmişə onun şilyapasının üstündə qovun qarpız qabığı və buna bənzər zirzibil olardı. O ömründə bircə dəfə də olsun küçədə baş verən hadisələrə diqqət yetirməzdi. Halbuki, məlum olduğu üzrə onun taytuşları olan gənc məmurlar öz iti nəzərlərinin nüfuzunu o dərəcəyə çatdırırlar ki, küçənin o biri səkisində bir adamın şalvarının çəkmə altına keçən üzəngi bağının qırıldığını görür və bu həmişə onların üzündə hiyləgər bir gülüş əmələ gətirir. Əgər Akaki Akakiyeviç bir şeyə baxsaydı da, orada öz təmiz, səliqəli xətti ilə yazılmış sətirləri görərdi. Ancaq gözlənilmədən hardansa bir at başı onun çiyninə söykənib, burun dəliklərindən onun yanaqlarına isti hava buraxdıqda, Akaki Akakiyeviç sətrin ortasında deyil, küçənin ortasında olduğunu görərdi. O evə gələn kimi həmin saat stolun arxasında oturub şorbasını və bir parça soğanlı mal ətini milçəklərlə və həmin vaxt Allahın qismət etdiyi başqa şeylərlə birlikdə, əsla dadını bilmədən, tələsi halda yeyərdi. O, qarnının get-gedə köpdüyünü gördükdə stolun arxasından durar, mürəkkəb dolu kiçik bankanı götürüb evə gətirdiyi kağızların üzünü köçürtməyə başlayardı. Əgər evə iş gətirməmiş olsaydı, o qəsdən yalnız öz zövqü üçün surət çıxarardı. Xüsusilə yazılı kağız üslubuna görə deyil, yeni və ya böyük bir adamın adresinə yazılmış olduğuna görə gözəl olsaydı, sürətini daha həvəslə çıxarardı. Hətta Peterburqun boz səması tamamilə söndüyü və bütün məmur əhlinin hərə əlindən gəldiyi kimi aldıqları maaşa və öz həvəslərinə görə yemək yeyib doymuş olduğu saatlarda da departamentdə qələm cırıldadıb qaçışmaqdan, özünün və özgələrin zəruri işlərindən və yorulmaq bilməyən insanın könüllü olaraq hətta lazım olduğundan artıq dərəcədə öz öhdəsinə götürdüyü işlərdən sonra, hamı artıq istirahət etdiyi zamanda, elə bir zamanda ki, məmurlar qalan vaxtlarını zövq içində keçirməyə tələsir, zirək olanlar teatra qaçır, kimi küçəyə çıxıb vaxtını cürbəcür şilyapacıqlara tamaşa etməklə keçirir, kimi məclisə gedib vaxtını məhdud məmur cəmiyyətinin ulduzu olan qəşəng bir qıza komplimentlər söyləməyə sərf edir, kimi sadəcə 4-cü və ya 3-cü mərtəbədə 2 kiçik otaq, bir dəhliz və ya mətbəxdən ibarət mənzili olan və burada nahar və gəzintilərdən imtina etmək kimi bir çox fədakarlıqlar sayəsində alınmış, lampa və ya bir başqa modalı şeylərə malik olan iş yoldaşının evinə gedir ki, bu daha tez-tez baş verir. Müxtəsər, hətta elə bir zamanda ki, bütün məmurlar öz dostlarının xırdaca mənzillərinə yığışıb qızğın vist oynayır, bir qəpikli suxarlarla stəkanlarda çay içir, uzun çubuqlardan tütün sümürür. Kart paylarkən yüksək cəmiyyətdən keçib gəlmiş heç bir Rusun heç bir zaman və heç bir surətdə imtina edə bilməyəcəyi bir dedikodu nağıl edir ya da hətta danışmağa söz olmadıqda Falcone'nin heykəlinin atının quyruğunun kəsildiyi barədə bir komendanta xəbər verilməsi barədə ədəbi lətifəni danışırlar. Qərəz, hamının əylənməyə çalışdığı belə bir zamanda da Akaki Akakiyeviç heç bir şeylə əylənməzdi. Heç bir kəs deyə bilməzdi ki, onu bir vaxt bir müsamirədə görmüş olsun. O, doyunca yazandan sonra yatmaq üçün yerinə girib uzanır və sabah Allah üzünü köçürməyə bir şey göndərsin ümidi ilə əvvəlcədən gülümsünərdi. 400 manat məvaciblə öz taleyindən razı qalmağa bacaran bir adamın dinc həyatı beləcə keçib getməkdə idi. Və əgər yalnız Tetutyamı Sovetnik üçün deyil, hətta gizlin, həqiqi, saray və başqa müşavirlər üçün, hətta heç bir kəsə məşvərət etməyib və heç kəsdən məşvərət almayan adamlar üçün də həyat yoluna səpilmiş olan cürbəcür fəlakətlər olmasaydı,
bəlkə o lap qoca yaşlarına qədər bu cür yaşayacaqdı. Peterburqda ildə 400 manat və ya təxminən o qədər maaş alanların çox qüvvətli bir düşməni var. Bu düşmən bizim şimal şaxtasından başqa bir şey deyil. Amma hərçənd deyirlər ki, güya bu şaxta çox sağlamdır. Səhər saat 9-da, yəni küçələr departamentlərə gedən adamlarla dolu olan bir saatda bu şaxta əsla fərqinə varmadan bütün burunlara elə şiddətli və sancan çıtmalar vurur ki, yazıq məmurlar əsla bilmirlər ki, burunlarını hara soxsunlar. Hətta yüksək vəzifə sahiblərinin də şaxtadan alınları ağrıdığı və gözləri yaşardığı bu zamanlarda yazıq titulyanlı sovetniklər bəzən çox naçar bir vəziyyətdə qalırlar. Onların canlarını qurtarmaq üçün gücləri yalnız buna çatır ki, cındır şinellərinə bürünüb mümkün qədər 5-6 küçə qaçsınlar. Sonra Şveysar otağında ayaqlarını möhkəmcə yerə döyüb, beləliklə öz vəzifələrini yerinə yetirmək qabiliyyətlərinin donunu atsınlar. Akaki Akakiyeviç qanuni məsafəni mümkün qədər sürətlə qaçmağa çalışdığına baxmayaraq, bir müddətdən bəri hiss etməyə başlamışdı ki, onu kürəyindən və çiynindən yaman soyuq kəsir. O nəhayət düşündü ki, bəlkə şinelinin bir kəm-kəsiri var. Evdə şinelini yaxşıca nəzərdən keçirdikdə o, 2-3 yerdən, yəni kürəyindən və çiyinlərindən şinelin süzülüb ələyə bənzədiyini gördü. Bu yerlərdən mahut o qədər sürtülmüşdü ki, o özü görünürdü. Astar da dağılmışdı. Bunu da bilmək lazımdır ki, Akaki Akakiyeviçin şineli də məmurlar üçün bir istehza vasitəsi idi. Bunlar hətta Nəcib şinel adında alıb kapot adlandırmışdılar. Doğrudan da bu şinel qəribə bir şəkil almışdı. Bunun yaxalığı ildən ilə kiçilirdi, çünki başqa yerlərinin yamanmasını işlədilirdi. Yamanma işləri dərzinin çox da mahir olmadığını göstərirdi və şinel torbaya bənzər yaraşıqsız bir hal almışdı. Akaki Akakiyeviç işin nə yerdə olduğunu görüb bu qərara gəldi ki, şineli dərzi Petroviçin yanına aparmaq lazım gələcək. Bu dərzi hardasa 4-cü mərtəbədə yaşayırdı və ora həyətdən pilləkənlə çıxmaq lazım idi. Dərzi taygöz və üzünün başdan başa çopur olmasına baxmayaraq, əlbəttə ayıq olduğu zamanlarda və başında başqa fikirlər olmadıqda, məmurların pal-paltarını və hər cür başqa pantolon və frakları xeyli müvəffəqiyyətlə yamaya bilərdi. Əlbəttə bu dərzi barəsində çox danışmaq lazım deyildi, lakin hekayədəki şəxslərin hər birinin xarakterini aydın göstərmək artıq bir qayda olduğundan bizim də çarəmiz yoxdur. Gəlin Petroviçdən də bir qədər danışaq. Əvvəllər onun adı sadəcə Qriqori idi. Özü də bir ağanın təhkimçi nökəri olub. O sərbəstlik kağızı alıb əvvəllər böyük bayramlarda, sonra isə fərqinə varmadan təqvimdə xaç ilə göstərilmiş bütün kilsə bayramlarında möhkəmcə içməyə başladığı zamandan bəri Petroviç adlanmağa başlamışdı. Bu cəhətdən o dədə-baba qaydalarına sadiq idi və arvadı ilə mübahisə etdikdə onu el arvadı və alman adlandırardı. İndi ki biz çaşıb arvadından da danışdıq, onun barəsində də bir-iki söz söyləmək lazımdır. Ancaq təəssüf olsun ki, arvad barəsində az şey məlumdur. O da yalnız bundan ibarətdir ki, Petroviçin bir arvadı var, başına hətta yaylıq deyil ləçək bağlayır. Ancaq gözəllik cəhətindən həmin arvad gərək ki, çox lovğalana bilməzdi. Hər halda ona rast gəldikdə yalnız qvardiya saldatları ləçəyinin altına göz yetirib bığlarını oynadar və nəysə xüsusi bir səs çıxarardılar. Akaki Akakiyeviç Petroviçin mənzilinə çıxanda haqq vermək lazımdır, üstü çirkəb sularla dolu və məlum olduğu kimi Peterburq evlərinin hamısının həyət pillələrində daim mövcud olan və adamın gözünü acışdıran spirt qoxusu verən pillələrlə çıxarkən Petroviçin nə qədər muzd istəyəcəyini düşünüb, öz fikrində 2 manatdan artıq verməyəcəyini qərar aldı. Qapı açıq idi. Çünki evin xanımı nəysə bir balıq pişirməkdə olub, mətbəxdə o qədər tüstəmələ gətirmişdi ki, hətta tarakanları da görmək mümkün deyildi. Akaki Akakiyeviç hətta ev xanımının özünün də gözünə görünmədən mətbəxdən keçib nəhayət otağa girdi və burada Petroviçin enli və rənglənməmiş bir taxta stolun üstündə Türk paşası kimi bardaş qurub oturduğunu gördü. Ayaqları iş görməkdə olan dərzilərin adətinə görə yalın idi. Hər şeydən qabaq onun Akaki Akakiyeviçə məlum olan baş barmağı gözə çarpdı. Bu barmağın dırnağı eybəcərləşərək bağa çanağı kimi
qalın və möhkəm idi. Petroviçin boynundan bir yumaq ipək və başqa saplar asılmışdı. Dizinin üstündə də nə isə köhnə bir şey var idi. O 3 dəqiqədən bəri iynəni saplamaqla məşğul idi. Sapı iynənin ulduzundan keçirə bilmədiyindən qaranlığa və hətta sapın özünə də yaman acığı tutmuşdu. Buna görə də burnunun altına donquldanırdı. Girmir, məlun. Məni lapcanı gətirdin. Tülüngünün biri. Akaki Akakiyeviç belə bir məqamda Petroviçin acıqlı olduğu bir vaxtda gəldiyini peşman oldu. O, Petroviçin bir qədər keyfli olduğu və ya arvadının dediyi kimi taygöz şeytan lap sərsəm olduğu zamanlarda bir şey sifariş etməyi xoşlardı. Belə hallarda Petroviç adət üzrə çox həvəslə güzəştə gedər və razılaşardı. Hətta baş əyib təşəkkür də edərdi. Düzdür, sonra arvadı gəlib zarıyırdı ki, əri sərxoş olub, ona görə də işi ucuz götürüb, ancaq belə hallarda 1-2 şahı artırmaqla iş qutarıb gedərdi. İndi isə Petroviç deyəsən ayıq idi. Buna görə də sərtlik eləyəcək, yola gəlməyəcək və kim bilir neçə qoparmaq fikrinə düşəcəkdi. Akaki Akakiyeviç bunu başa düşüb, necə deyərlər, əkilmək istəyirdi, ancaq daha iş işdən keçmişdi. Petroviç tək gözünü çox diqqətlə ona zilləmişdi. Buna görə də Akaki Akakiyeviç istər-istəməz dillənib dedi. Salam Petroviç. Salamat olasınız, cənab. Petroviç Akaki Akakiyeviçin nə gətirdiyini görmək üçün üstdən aşağı onun əlinə baxdı. Petroviç, mən sənin yanına gəlmişəm ki, filan. Bunu da demək lazımdır ki, Akaki Akakiyeviçin danışığında cürbəcür ədat və nidaları, hətta heç bir mənası olmayan sözləri çox işlədirdi. İş bərkə düşəndə o hətta cümləni yarımçıq qoyub qutarmazdı. Belə ki, çox zaman nitqini bu düzü filan fəsman sözləri ilə başlar, daha artıq bir şey deməz, söyləyəcəyini də unudar və elə güman edərdi ki, hər şeyi deyib qutarıb. Nə dediz? Petroviç tək gözü ilə onun bütün vismundirini, yaxalığından tutmuş qollarına, kürəyinə, ətəyinə və ilməklərinə qədər nəzərdən keçirdi. Bütün bunlar ona çox yaxşı tanış idi, çünki bunu o özü tikmişdi. Dərzilərin adəti belədir. Elə ki, rast gəldi, əvvəlinci iş bu olacaq. Mən budur, filan, Petroviç, şinel, mahudu. Görürsən, qalan yerləri hamısı möhkəmdir, ancaq biraz tozlanıb. Ona görə də gözə nimdaş kimi görünür. Amma təzədir. Tək bircə yeri biraz filan, kürəyində, bir də budur, bir çiynindən acı gedib. Bir də ki, azacıq bu çiynin görürsən, vəssalam. Bir elə sən deyən iş yoxdur. Petroviç kapotu götürüb, əvvəlcə stolun üstünə sərdi. Bir xeyli nəzərdən keçirdəndən sonra başını buladı və əlini pəncərəyə uzadıb, dəyirmi, brunotu qabını götürdü. Qabın üstündə general şəkli var idi. Bu generalın kim olduğu məlum deyildi, çünki onun üzünün rəngini barmaq sürtüb aparmışdı. Üstünə də dördkünc bir kağız parçası yapışdırılmışdı. Petroviç brunotu çəkəndən sonra kapotu əlinə alıb, açdı, işığa sarı tutub bir də başını buladı. Sonra onu tərsinə çevirdi. Yenə başını buladı və əl atıb general şəklinin üstünə kağız yapışdırılmış qapağı açdı. Burnuna biraz brunotu qoyandan sonra qapağı örtdü. Brunotu qabını yerinə qoydu və nəhayət dilləndi. Yox, düzəltmək olmaz. Ələk kimidir. Bu sözləri eşidəndə Akaki Akakiyeviçin ürəyi düşdü. Axı niyə olmaz ki, Petroviç? O, demək olar, yalvaran bir uşaq səsi ilə soruşdu. Axı bircə ilə çiyinləri biraz gedib. Axı səndə yəqin ki, parça tikə tapılar. Parça tikə tapmaq olar, parça tikə tapılar, Petroviç cavab verdi. Amma tikmək olmaz. Parça tamam çürüyüb. İynəni vurarsan, mal süzülüb gedər. Qoy getsin, sən də həmin saat yamaqla. Axı yamaq qoymağa yer yoxdur. Onu bənd eləməyə şey yoxdur. Mal yaman köhnəlib. Mahudun eləcə adı qalıb, əl vursan tikə-tik olar. Bir təhər bənd elə də, axı bəs bu necə olsun? Yox, Petroviç qəti cavab verdi. Heç nə eləmək olmaz. İş yaman xarabdır. Yaxşı budur, qışın soyuğu gələndə bundan özünə bir patava düzəldin. Çünki corab ayağı isti saxlamaz. Onu almanlar çıxardıblar ki, özlərinə bol pul qazansınlar. Petroviç yeri düşəndə almanları sancmağı xoşlayardı.
Görünür siz özünüzə təzə bir şinel tikdirməli olacaqsınız. Təzə sözünü eşidəndə Akakey Akakeyeviçin gözlərinə qaranlıq çöldü. Otaqda olan bütün şeylər gözünün önündə hərrənməyə başladı. O yalnız Petroviçin burnotu qabının üstündə olan və üzünün yerinə kağız yapışdırılmış generalı aydın görürdü. O hələ də yuxudaymış kimi dilləndi. Necə yəni təzəsini? Axı bunun üçün heç mənim pulum da yoxdur. Bəli, təzəsini. Petroviç rəhimsiz bir soyuqqanlılıqla cavab verdi. Yaxşı, əgər təzəsini tikdirməli olsam, onda onun filan fəsman... Yəni neçəyə oturar? Petroviç soruşdu. Hə, 150 manatdan da biraz artıq xərc qoymalısınız, deyə Petroviç dodaqlarını mənalı büzdü. O təsirli sözlər deməyi çox sevirdi. Birdən bir adamı çaşdırıb mat qoymağı, sonra isə belə sözlərdən çaşıb qalmış adamın üz-gözünü necə turşutduğuna qıyğacı baxmağı xoşlayardı. Bir şinelə 150 manat? Yazıq Akakey Akakeyeviç bəlkə də bütün ömründə ilk dəfə olaraq səsini ucaltdı. Çünki o həmişə səsinin yavaşlığı ilə seçilərdi. Bəli, Petroviç cavab verdi. Bir də şinel var. Əgər yaxasına dəli xəzi qoysan, ipək astarlı başlıqda tikdirsən, 200 manata gedər. Petroviç, sən Allah. Akakey Akakeyeviç Petroviçin dediyi sözləri eşitməməyə çalışaraq yalvarıcı səslə dilləndi. Bir təhər düzəlt, bəlkə biraz da işimə yaraya. Yox canım, heç bir şey çıxmaz. İşim də hədər gedər sənin pullarında. Petroviç cavab verdi. Akakey Akakeyeviç belə sözlərdən sonra tamamilə ruhdan düşmüş halda otaqdan çıxdı. Petroviç isə o gedəndən sonra da dodaqlarını mənalı büzüb xeyli müddət işə başlamadı. O özünü hörmətdən salmadığından və dərzilik sənətinə alçatmadığından razı qalmışdı. Akakey Akakeyeviç küçəyə çıxdıqda yuxulu kimi öz-özünə deyirdi. Bir işə bax ha, mən heç düzü güman eləməzdim ki, iş belə filan. Sonra isə bir müddət susub əlavə etdi. Bəs belə. Axır ki işdən düşdü. Düzü mən heç güman eləməzdim ki, belə olsun. Filan fəsman. Bu sözlərdən sonra o yenə xeyli müddət sükut etdi. Ondan sonra yenə dedi. Bəli, belə işlər. Düzü heç gözləməzdim. Filan. Bunu heç gözləməzdim. Bir vəziyyətə bax ha. O, bu sözlərdən sonra evə getmək əvəzinə özünün də xəbəri olmadan tamamilə əks tərəfə getdi. Yolda bir baca təmizləyən çirkli böyrü ilə ona toxunub çiynini qaraltdı. Tikilməkdə olan bir evin yuxarısından onun üstünə bir şapka dolusu əhəng döküldü. O bunların heç birindən xəbər tutmadı. Yalnız xeyli sonra alebardasını qabağına qoyub, buynuzun içindən qabarlı ovucuna burnotu tökən bir keşikçi ilə toqquşduqda, Akakey Akakeyeviç bir qədər özünə gəldi. Bu da ona görə oldu ki, keşikçi dillənib ona dedi. Nə olub? Adamın lap başına çıxırsan. Qabağında səkini görmürsən? Bu sözlər Akakey Akakeyeviçi ətrafına göz gəzdirmək və qayıdıb evə getməyə məcbur elədi. O yalnız bu zaman fikirlərini toplamağa başladı. Öz vəziyyətini aydın və olduğu kimi gördü. Özü ilə artıq qırıq-qırıq deyil, ən səmimi və ən yaxın bir iş barəsində söhbət edilə bilən nəcib bir dostla tanış kimi mühakiməli və açıq bir surətdə danışmağa başladı. Akakey Akakeyeviç öz-özünə dedi. Xeyr ha, indi Petroviçlə sövdələşmək olmaz. İndi o filan, görünür arvad onu kötəkləyib. Yaxşı budur, bazar günü səhər onun yanına gedərəm. Hələ şənbə gündən sonra gözü axacaq, özü də yuxulu olacaq. Çünki itkinin xumarı gələcək. O yenə içmək istəyəcək, arvadı isə pul verməyəcək. Bu zaman mən onun ovucuna ikicə şaha basaram, yumşalar. Onda şinelində işi düzələr. Akakey Akakeyeviç öz-özü ilə bu cür danışıb özünə ürəkdirək verirdi. O, birinci bazar gününün gəlib çatmasını gözlədi. Və uzaqdan Petroviçin arvadının evdən çıxaraq harası getdiyini görüb özünü tez onun yanına saldı. Petroviç doğrudan da şənbə günündən sonra xumar-xumar baxırdı. Başı döşəməyə doğru əyilmişdi. Özü də lap yuxulu idi. Ancaq bütün bunlarla bərabər işin nə yerdə olduğunu bilən kimi elə bir şeytan dümçüklədi.
Olmaz, o dilləndi. Buyurun təzəsini tikdirin. Akaki Akakiyeviç bu zaman onun ovucuna bir-iki şahılıq bastı. Təşəkkür edirəm cənab. Sizin sağlığınıza bir balaca özümü bərkidərəm. Petroviç dedi. Amma şinel barəsində heç bir şey çıxmaz. Təzə şineli sizin üçün lap qiyamət tikərəm. Necə ki lazımdır, çalışaram. Akaki Akakiyeviç yenə də yamamaq barəsində danışmaq istədisə də, ancaq Petroviç onun sözünü qurtarmağa qoymayıb dedi. Təzə şineli sizin üçün lap əla tikərəm. Bu barədə arxayın olun. Lap can yandıraram. İstəyirsiniz lap indiki moda ilə yaxasına taxma gümüş pəncə düymələr də qoyaram. Akaki Akakiyeviç gördü ki, daha təzə şinelsiz heç cür iş düzəlməyəcək. Buna görə də tamamilə ruhdan düşdü. Axı, doğrudan da necə olsun, şineli nə ilə, hansı pulla tikdirsin? Əlbəttə, bayram üçün veriləcək, gələcək mükafata bir qədər ümid bağlamaq olardı. Ancaq bu pul qabaqcadan bölünüb paylaşdırılmışdı. Təzə şalvar almaq, çəkməçiyə nimdaş boğazlara, təzə pəncə tikdi üçün köhnə borcu vermək, bir də alt paltar tikən arvada üç köynək və yazılı əsərdə adını çəkmək ədəbsizlik sayılacaq 2 alt paltarı tikdirmək lazım idi. Müxtəsər bütün pulla xərclənib gedəcəkdi. Hətta əgər müdirə mərhəmət güc gəlib onu 40 manat mükafat əvəzinə 45 ya 50 manat təyin etdirmiş olsa, yenə də orada çox azacıq bir şey qalacaq ki, bu şinel kapitalında dənizdə bir qətrə kimi görünəcək. Hərçənd o bilirdi ki, Petroviç hərdən ağla sığmayan qiymətlər söyləməyə həvəslidir. Belə ki, bəzən arvadı özü də özünü saxlaya bilməyib çığırardı. Nə danışırsan? Dəli olubsan nədir? Axmağın biri. Gəh görürsən ki, heçə-puça işləyir, indi şeytan onu azdırıb. Elə bir qiymət deyir ki, heç özü də qiymətə dəyməz. Hərçənd əlbəttə o bilirdi ki, Petroviç 80 manata da şinel tikər, amma yenə də bu 80 manatı o hardan tapsın? Yarısını yenə bir təhər tapmaq olar, yarısını tapmaq mümkündür, hətta bəlkə biraz da artıq düzələr. Bəs qalan yarısını hardan tapsın? Ancaq əvvəlcə oxucu gərək bilsin ki, bu pulun birinci yarısı hardandır. Akaki Akakiyeviçin belə bir adəti var idi ki, xərclədiyi hər manatdan bir quruşunu ağzı açarla bağlanan və üstündən pul salmaq üçün ensiz kəsiyi olan kiçik bir qutuya atardı. Hər yarım ildə o yığılmış mis pulları yoxlayar və onları xırda gümüş pulla əvəz edərdi. O, xeyli müddətdən bəri bu işə davam edib, bu sürətlə bir neçə il ərzində 40 manatdan da bir qədər artıq pul yığmışdı. Beləliklə, şinelin pulunun yarısı nağd idi. Bəs qalanı? O biri 40 manatı hardan tapsın? Akaki Akakiyeviç düşünüb daşınıb bu qərara gəldi ki, gərək adi xərclərini heç olmasa bir ilin ərzində bir qədər azaltsın. Axşamlar çay içməkdən əl çəksin. Gecələr şam yandırmasın. Əgər bir iş görmək lazım gəlsə, ev xanımının otağına gedib onun şamının işığında işləsin. Küçə ilə gedərkən ayaqlarını daşlara mümkün qədər yavaşca ehtiyatla qoyub pəncələr üstündə yeriyən kimi yerisin ki, beləliklə ayaqqabılarının altını vaxtından əvvəl dağıtmasın. Alt paltarını yumağa mümkün qədər gec-gec versin. Alt paltarı dağılmamaq üçün hər dəfə evə gəldikdə onu əynindən çıxarıb bircə demikaton xalatında gəzsin. Bu xalat da çox qədim şey idi. Hətta zamanın özü ona hörmət eləyib ömrünü bir qədər uzatmışdı. Düzünü demək lazımdır ki, əvvəllər belə məhdudluqlara alışmaq onun üçün bir qədər çətin idi. Ancaq sonra bir təhər alışdı və işlər yoluna düşdü. Hətta o, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi. Ancaq bunun müqabilində fikrində gələcək şinel ideyasını əbədi bir sürətdə saxladığından mənəvi cəhətdən qida alırdı. Bu vaxtdan etibarən onun mövcudiyyəti özü də deyəsən bir qədər tamamlanmışdı. Elə bil ki, o evlənmişdi. Elə bil ki, onun yanında başqa bir adam var idi. Elə bil ki, o tək deyildi. Xoş bir həyat yoldaşı onun ömür yolunu onunla birlikdə getməyə razı olmuşdu. Və bu həyat yoldaşı həmin o qalın, pambıq sırıqlı, möhkəm, astarı süzülməmiş şineldən başqa bir şey deyildi. Akaki Akakiyeviç öz qarşısına müəyyən bir məqsəd qoymuş bir adam kimi nə isə xeyli canlanmış, hətta xasiyyətcə möhkəmləndirmişdi. Şübhə, qətiyyətsizlik
Bir sözlə bütün mütərəddid və qeyri-müəyyən əlamətlər öz-özlüyündə onun üzündən və hərəkətlərindən yox olub getmişdi. Bəzən onun gözlərində bir od parlayır, hətta başında ən cürətli və cəsarətli fikirlər dolaşırdı. Doğrudan da Şinelin yaxasına dələ xəzi qoymasınmı? Bu barədə düşüncələr az qalmışdı onu huşsuz etsin. Bir dəfə o, bir kağızın üzünü köçürərkən az qalmışdı səhv etsin. Belə ki, uf deyə çığırmış və xaç vurmuşdu. Hər ayın ərzində o heç olmasa bir dəfə Petroviçə baş çəkib onunla Şinel barəsində, Mahudu hardan almağın necə yaxşı olacağı barəsində və Mahudun nə rəngdə və neçəlik olması barəsində söhbət edərdi. Hərçənd bir qədər qayğılı da olsa, evə həmişə razı qayıdardı. Düşünər ki, nəhayət bir gün gələcək bütün bunlar alınacaq və Şinel tikiləcəkdir. İş hətta onun gözlədiyindən də sürətlə getdi. Tamamilə gözlənmədən direktor Akaki Akakiyeviçə 40 və ya 45 manat deyil, düz 60 manat təyin elədi. Akaki Akakiyeviçə Şinel tikdirmək lazım olduğunu duymuşdum. Yoxsa bu öz-özünə mənə gəlmişdimi? Ancaq beləliklə Akaki Akakiyeviçin 20 manat artıq pul olmuşdu. Bu vəziyyət işin gedişini sürətləndirirdi. 1-2-3-cə ayda azacıq aclığa dözmüş olsa, Akaki Akakiyeviçin doğrudan da 80 manat pulu yığılmış olacaqdı. Onun ümumiyyətlə sakit olan ürəyi döyməyə başlamışdı. Elə birinci gün o Petroviçlə dükanlara getdi. Çox yaxşı mahud aldılar. Bəs necə? Çünki bu barədə hələ yarım il qabaqcadan fikirləşmişdilər. Və çox az ay olardı ki, onlar qiymət bilmək üçün dükanlara getməyə idilər. Bunun müqabilində Petroviç özü demişdi ki, bundan yaxşı mahud heç ola da bilməz. Astarlıq üçün kalinkor aldılar. Ancaq bu elə yaxşı və sıx toxunmuş kalinkor idi ki, Petroviçin dediyinə görə ipəkdən də yaxşı idi. Hətta görkəm cəhətindən də ondan qəşəng və şux idi. Dəli xəzi almadılar, çünki doğrudan da baha idi. Onun əvəzinə yaxşı bir pişik dərisi seçdilər. Dükanda bundan yaxşısı yox idi. Bu elə bir pişik dərisi idi ki, uzaqdan onu həmişə dəli xəzinə bənzətmək olardı. Petroviç Şinelin üzərində cəmi 2 həftə işlədi, çünki sırıq işi çox idi. Əgər bu olmasaydı, onu daha tez qutarardı. Petroviç 12 manat muz da aldı. Bundan az almaq heç cür mümkün değildi. Hamısını ipəklə tikmiş, 2 qat xırda tikişlə getmiş və bütün tikişləri Petroviç sonra öz dişləri ilə sıxa-sıxa cürbəcür fiqurlar işləmişdi. Bu əhvalatın düzü hansı gündə olduğunu söyləmək çətindir, ancaq yəqin ki, bu gün Akaki Akakiyeviçin ömründə ən təntənəli bir gün idi. Çünki bu gün Petroviç Şineli gətirib gəlmişdi. O Şineli səhər tezdən departamentə getmək vaxtından birazca əvvəl gətirib gəlmişdi. Şinel heç bir zaman indiki kimi yerinə düşə bilməzdi. Çünki artıq bərk şaxtalar başlamışdı və bu şaxtaların getdikcə daha da şiddətlənəcəyi gözlənilirdi. Petroviç yaxşı bir dərziyə yaraşan kimi Şineli gətirib gəlmişdi. Onun üzündə elə bir mənalı ifadə var idi ki, Akaki Akakiyeviç bunu heç bir zaman hələ görməmişdi. Sanki o, böyük bir iş görmüş olduğunu tam mənasıyla duymuşdu. Və birdən-birə özündə elə sonsuz bir qabiliyyət olduğunu göstərmişdi ki, bu təzə paltar tikən dərzilərlə yalnız astar çəkən və yamaq yırtıq edən dərziləri bir-birindən ayırır. O Şinelini bühdüyü cib dəsmalını açdı. Bu dəsmal paltaryan arvaddan yenicə alınmışdı. Petroviç həmin dəsmalı sonra işlətmək üçün büküb cibinə qoydu. O Şineli çıxardıb çox loğa-loğa gözdən keçirdi və hər iki əli ilə tutub çox çevik bir hərəkətlə Akaki Akakiyeviçin çiyninə saldı. Sonra biraz dartdı və arxadan əli ilə çəkib yerinə oturtdu. Sonra onu Akaki Akakiyeviçin əyninə bir qədər yaxası açıq geydirdi. Akaki Akakiyeviç yaşlı bir adam olduğu üçün Şinelin qollarını geymək istədi. Petroviç qollarını geyməyə də ona kömək etdi. Məlum oldu ki, qollarını geyəndə də yaxşı durur. Müxtəsəri, aşkar oldu ki, Şinel tamamilə yaxşı tikilib. Bu zaman Petroviç fürsəti əldən verməyib dedi ki, o yalnız lövhəsiz kiçik bir küncdə yaşadığım üçünmü belə ucuz qiymətə gəlir?
Əgər Neva prospektində tikdirmiş olsaydı, ondan bircə əl muzdu olaraq 70 manat alacaqdılar. Akaki Akakiyeviç bu barədə Petroviçlə bəhsə girişmək istəmirdi. Bir də ki, Petroviçin adamı çaşdırmaq üçün sadaladığı bütün böyük məbləğlərdən qorxurdu. O, Petroviçlə haqq hesabı üzüb, ona təşəkkür etdi və həmin saat təzə şineli geyib departamentə getmək üçün küçəyə çıxdı. Petroviç də onun ardınca çıxıb küçədə duraraq xeyli müddət uzaqdan şinelə baxdı və sonra qəsdən bir kənara getdi ki, əyri döngədən keçib, yüyürə-yüyürə yenidən həmin küçəyə çıxsın və öz şinelinə bir də o biri tərəfdən, yəni qabaqdan baxsın. Bu zaman Akaki Akakiyeviç bütün duyğuları bayramsarağa coşqun bir halda getmək idi. O, dəqiqənin hər bir anında hiss edirdi ki, əynində təzə şinel var. Hətta daxili şadlığından da o bir neçə nəfər gülmüşdü də. Doğrudan da o iki başlı qazanmışdı. Biri bu idi ki, isti idi, bir də bu idi ki, yaxşı idi. O yolu nə zaman getdiyini heç bilmədi. Bir də gördü ki, departamentdədir. Şveysar otağında o şinelini çıxardıb, hər tərəfini gözdən keçirtdi və Şveysara tapşırdı ki, ona xüsusi göz yetirsin. Nə sürətdə isə birdən-birə departamentdə hamı xəbər tutdu ki, Akaki Akakiyeviçin şineli təzədir. Daha kapot yoxdur. Həmin dəqiqə hamı Akaki Akakiyeviçin şinelinə tamaşa etmək üçün Şveysar otağına yürüşdü. Onda mübərəkbadlıq etməyə başladılar. Belə ki, o əvvəlcə yalnız gülümsündü, sonra isə hətta utandı. Hamı bir-bir onun yanına gəlib təzə şinelinin şirinisini istədikdə, o heç olmasa hamıya bir axşam qonaqlıq vermək lazım gəldiyini söylədikdə, Akaki Akakiyeviç tamamilə özünü itirdi. Bilmədi nə etsin, nə cavab versin və yaxasını necə qutarsın. O bir neçə dəqiqədən sonra qıpqırmızı olmuş halda xeyli sadədilliklə sözə başlayıb hamını inandırmağa çalışdı. Axırda məmurlardan biri, hətta şöbə müdürünün müavini, yəqin ki, özünün heç də lovğa olmadığını və özündən aşağı dərəcəli adamlarla dostluq etdiyini göstərmək üçün dedi: Yaxşı, Akaki Akakiyeviçin əvəzinə mən sizə axşam qonaqlığı verirəm və xahiş edirəm bugün bizə çaya gələsiz. Bir də ki, elə yerinə düşüb, bugün mənim ad günümdür. Məmurlar səmimiyyətlə həmin saat şöbə müdürü müavinini təbrik elədilər və onun təklifini həvəslə qəbul etdilər. Akaki Akakiyeviç bir təhər boyun qaçırmaq istədisə də, ancaq hamı ona başa saldı ki, bu hörmətsizlik olar. Belə etmə ayıbdır. O da heç cür boyun qaçırda bilmədi. Amma sonra o, bu münasibətlə təzə şinelində axşamda küçəyə çıxıb gedəcəyini yadına salanda bu iş ona xoş gəldi. Bütün bu gün Akaki Akakiyeviç üçün doğrudan da ən böyük təntənəli bir bayram idi. O tamamilə kefi kök halda qayıdıb evə gəldi. Şinelini çıxardıb ehtiyatla divardan asdı. Mahuda və Astara bir də baxıb ləzzət aldı. Və sonra qəsdən müqayisə etmək üçün tamamilə üzülüb getmiş olan köhnə kapotunu çıxartdı. Həmin kapotu gözdən keçirdib, hətta özü də güldü. Şineli ilə bunun arasında nə qədər böyük bir fərq var idi. Hələ sonra da yemək yeyərkən o kapotun nə vəziyyətdə olduğunu ağlına gətirən kimi hey gülürdü. O şən bir halda yemək yeyib, yeməkdən sonra daha heç bir kağız yazmadı. Yatağında bir qədər xumarlanıb, havanın qaralmasını gözlədi. Sonra işi uzatmayıb geyindi. Şineli çiyninə saldı və küçəyə çıxdı. Onu qonaq çağıran məmurun harda yaşadığını çox təəssüf ki, deyə bilməyəcəyik. Yaddaşımız yaman körlanıb. Peterburqda nə qədər küçə və ev varsa, hamısı başımızda bir-birinə elə qarışıb ki, oradan ağıllı başlı bir şey tapıb çıxartmaq yaman çətindir. Hər nə olur olsun, bircə şey yəqindir ki, həmin məmur şəhərin yaxşı hissəsində yaşayırdı və deməli Akaki Akakiyeviçin mənzilinə çox da yaxın deyildi. Akaki Akakiyeviç əvvəlcə işığı zəif olan bəzi tənha küçələrdən keçməli oldu, ancaq həmin məmurun mənzilinə yaxınlaşdıqca küçələr daha canlı, gediş-gəlişli və daha işıqlı bir hal alırdı. O adamlara daha tez-tez rast gəlirdi. Gözəl geyinmiş xanımlar da gözə dəyməyə başladı. Rast gələn kişilər yaxalarına qunduz xəzləri vurmuşdular. Üzərinə zərli mıxlar çalınmış taxta barmaqlıqlı xizəkləri olan bankalara daha az-az təsadüf edilir, əksinə moruq rəngli məxmər şapqa qoymuş, laklı xizəkləri, ay dərsindən örtüklər olan sürücülər tez-tez görünür,
Şahnişinləri bəzəkli karetalar təkərləri qarın üstündə cırıldaya-cırıldaya sürətlə küçədən keçib gedirdi. Akaki Akakiyeviç bütün bunlara yeni bir şey kimi baxırdı. Neçə illər idi o axşamlar küçəyə çıxmazdı. O maraqla bir mağazanın pəncərəsi önündə durub içəridəki şəkilə tamaşa etməyə başladı. Bu şəkildə çəkməsini çıxardan gözəl bir qadın başdan başa çılpaq, qəşəng ayağını açıb göstərirdi. Onun arxa tərəfində başqa bir otağın qapısından bakembartlı və dodağının altında qəşəng ispan sayağı saqqalı olan bir kişi başını çıxartmışdı. Akaki Akakiyeviç başını yırğalayıb güldü və yoluna davam etdi. O nə üçün gülmüşdü? Əsla tanış olmayan, lakin hər kəsin hər halda haqqında müəyyən bir duyğusu olan bir şeyə rast gəldiyi üçünmü, yoxsa o da bir çox başqa məmurlar kimi düşünürdü ki, aman, bu fransızların əlindən nə deyəsən bir şey ki filan eləmək istəsələr, yəqin ki eləyəcəklər filan fəsman. Bəlkə də o hətta heç bunu da düşünmürdü. Axı insanın qəlbinə girib onun bütün fikirlərini bilmək olmaz. Nəhayət o şöbə müdürü müavininin yaşadığı evə gəlib çatdı. Şöbə müdürü müavini Gembol yaşayırdı. Pilləkən başında bir fənər yanırdı. Mənzil 2-ci mərtəbədə idi. Akaki Akakiyeviç giriş otağına daxil olanda yerdə cərgə-cərgə qaloşlar gördü. Onların arasında otağın ortasında qoyulmuş bir samovar həm səslənir, həm də yaman buğlanırdı. Divarlarda şinellər və plaşlar asılmışdı. Bunların bəzilərinin yaxalarında qunduz xəzi və məxmər var idi. Divarın o tayından haykü və danışıq səsləri gəlirdi. Birdən-birə qapı açılıb, bir lakey əlində boş stəkanlar, qaymaq qabı və bir səbət suxarı ilə dolu olan bir məcməyi ilə gələndə bu səslər aşkar və aydın eşidildi. Görünür, məmurlar artıq çoxdan yığışmışdılar. Adama bir stəkan çay içmişdilər. Akaki Akakiyeviç özü də şinelini asıb otağa girdi və onun qarşısında bir anda həm şamlar, həm məmurlar, həm trubkalar, həm kart stolları görünüb, hər tərəfdən yüksələn danışıq səsləri və o yan bu yana çəkilən stul gürültüləri onu çaşdırdı. O çox yöndəmsiz bir halda otağın ortasında durub nə edəcəyini düşünərək bir çarə tapmağa başladı. Ancaq artıq onu görmüşdülər. Onu haykü ilə qarşılayıb həmin saat giriş otağına keçdilər və onun şinelini bir də nəzərdən keçirməyə başladılar. Akaki Akakiyeviç bir qədər utanan kimi oldusa da, ancaq təmiz ürəkli bir adam olduğundan hamının şineli tərifləməsinə sevinməyə bilmədi. Məlum şeydir ki, sonra hamı onun sözündən də, şinelindən də əl çəkib, öz qaydası ilə vist oyunu oynayan stolun başına yığışdılar. Bütün bu səs-küy, danışıq, yığın-yığın adamlar, bunların hamısı Akaki Akakiyeviçə nəysə qəribə görünürdü. O heç bilmirdi əllərini, ayaqlarını, bütün vücudunu hara soxsun. Qumar oynayanların yanında oturub kartlara tamaşa etdi. Onun bunun üzünə doyunca baxdı və bir qədərdən sonra darıxdığını hiss edib əsnəməyə başladı. Bir də ki, onun adət elədiyi yatmaq vaxtı çoxdan keçmişdi. O, ev sahibi ilə görüşüb xudahafizləşmək istədi. Ancaq onu buraxmayıb dedilər ki, təzə paltarın şirinliyi üçün heç olmasa adama bir qədər şampan şərab içməlidirlər. Bir saat sonra vinegretdən, dana əti soyutmasından, paştetdən, konditer piroqlarından və şampan şərabından ibarət axşam yeməyini gətirdilər. Akaki Akakiyeviçə 2 qədah şərab içirtdilər. Bunlar içəndən sonra o adamların şənləndiyini hiss etdi, ancaq heç bir sürətlə yadından çıxarda bilmədi ki, artıq saat 12-dir və evə getmək vaxtıdır. Ev sahibinin yenə onu bir təhər tutub saxlamaması üçün o gizlicə otaqdan çıxdı. Giriş otağında öz şinelini tapdı və çox təəssüflə onun yerə düşmüş olduğunu gördü. Onu çırpdı, üstünə yapışan xırdaca tükləri qoparıb atdı, çiyninə saldı və pillələrlə düşüb küçəyə çıxdı. Küçə hələ işıqlı idi. Nökərlərin və hər cür xırdaxuruş adamların həmişəlik klubları olan xırdaca dükanlar açıq idi. Bağlı olan bəzi dükanların qapıları arasında da uzun işıq zolaqları görünürdü ki, bu da həmin dükanlarda adam olduğunu göstərirdi. Bunlar yəqin ki, öz ağlarını nigaran qoyub dedikodu və söhbətlərin başa vurmaqda olan nökər və ev xidmətçiləri idi. Akaki Akakiyeviç kefi kök halda getməkdə idi. Hətta birdən-birə səbəbi məlum olmadan bir xanımın arxasınca azacaq yüyürən kimi də oldu. Xanım isə bir ildırım sürəti ilə onun yanından keçib getdi.
Onun bədəninin bütün hissələri qeyri-adi bir sürətdə tərpəşməkdə idi. Lakin Akaki Akakiyeviç elə həmin saat ayaq saxlayıb yenə əvvəlki kimi sakit-sakit yeriməyə başladı və hardan əmələ gəldiyi məlum olmayan öz iti yerişinə təəccübləndi. Bir az sonra onun qarşısına həmin tənha küçələr çıxdı ki, bunlar elə gündüzlər də o qədər gür olmur. O ki qaldı gecə ola. İndi həmin küçələr daha tənha və kimsəsiz idi. Fənərlərə az-az rast gəlmək olurdu. Görünür yağları qurtarmışdı. Taxta evlər və barlar görünməyə başladı. İns-cins görünmürdü. Küçənin ortasında yalnız qar parıldayır, bir də yuxuya getmiş alçaq daxmacıqların örtülmüş pəncərə taxtaları qəmgin-qəmgin qaralırdı. Akaki Akakiyeviç bir yerə gəlib çıxdı ki, burada küçə uçsuz-bucaqsız bir meydana qovuşurdu. Meydanın o biri başında evlər zorla seçilir, meydanın özü isə qorxunc bir səhra kimi görünürdü. Uzaqlarda, Allah bilir harda isə dünyanın o bir ucundaymış kimi görünən bir butqadan azacıq işıq gəlirdi. Burada Akaki Akakiyeviçin şənliyi xeyli azaldı. O, qeyri-ixtiyari bir qorxu içində meydana ayaq bastı. Elə bir ürəyinə danmışdı ki, bir bədbəxtlik üz verəcək. O dönüb arxasına və ətrafına göz gəzdirdi. Elə bil dənizin ortasında idi. Yox, yaxşı budur, heç baxmayım. O düşündü və gözlərini yumub yeriməyə başladı. O, meydanın axırına çoxmu və ya azmı qaldığını bilmək üçün gözlərini açanda, birdən-birə gördü ki, qarşısında, demək olar ki, lap burnunun qabağında bığlı adamlar durub. O, hətta bunların necə adam olduqlarını seçə bilmədi. Onun gözləri qaraldı və ürəyi şiddətlə döyünməyə başladı. Axı bu şinel mənimkidir, deyə adamlardan biri göy gürültüsünə bənzər bir səslə bağırıb, Akaki Akakiyeviçin yaxasından yapışdı. Akaki Akakiyeviç, qarovul, deyə çığırmaq istəyirdi ki, o bir adam, bir məmur başı boyda olan yumruğun ağzına dirəyib dedi. Bir səsini çıxart görüm. Akaki Akakiyeviç yalnız bunu hiss etdi ki, onun şinelini çıxardırlar. Özünə bir təpik vurdular. O, üzü üstə qarın içinə yıxılıb huşunu itirdi. Bir neçə dəqiqədən sonra özünə gəlib ayağa qalxdı, ancaq daha yanında heç kəs yox idi. O hiss elədi ki, çöl soyuqdur, əynində də şineli yoxdur. O çığırmağa başladı, lakin səsi heç meydanın axırına çatmadı. Məyus halda çığıra-çığıra meydandan keçib butqaya sarı yüyürdü. Butqanın yanında keşikçi öz alibardasında dayanıb maraqla baxırdı ki, görsün uzaqdan çığıra-çığıra onun üstünə yüyürən bu adam nə olan şeydir. Akaki Akakiyeviç onun yanına çatıb tövşüyə-tövşüyə çığırmağa başladı ki, o yatır, heç bir şeyə göz yetirmir və adamı soyduqlarını görmür. Keşikçi cavab verdi ki, o heç bir şey görməyib. Yalnız onu görüb ki, kim isə 2 nəfər adam onu meydanın ortasında saxladılar. O güman edirmiş ki, bunlar onun tanışlarıdır. Boş-boşuna deyinməkdənsə yaxşısı budur, o sabah nəzarətçinin yanına getsin. Nəzarətçi şineli aparan adamları tapar. Akaki Akakiyeviç evə tamamilə pərişan bir halda gəlib çıxdı. Hələ gizgahlarında və peysərində təkəmseyrək qalan saçları tamamilə bir-birinə qarışmışdı. Böyürləri, sinəsi və bütün şalvarı qan içində idi. Onun mənzilinin sahibi olan qarı qapının qəribə bir sürətdə döyüldüyünü eşidib, yatağından sıçramış və bir ayağında başmaq, tələsik qapını açmağa yürüyüb, həya üçün bir əli ilə köynəyini tutmuşdu. Lakin qapını açdıqda Akaki Akakiyeviçi bugün də görüb geri çəkildi. Akaki Akakiyeviç işin nə yerdə olduğunu danışdıqda, qan əllərini yelləyib düz məntiqə rəisinin yanına getmək lazım olduğunu dedi. Çünki kvartal nəzarətçisi vədə verib, onu aldadar və süründürməyə salar. Hamısından yaxşısı budur ki, məntiqə rəisinin yanına getsin. O hətta bir qədər tanışdı da. Çünki əvvəllər bunun yanında aşpaz işləyən Çuxon, indi məntiqə rəisinin yanında dayə işləyir. O, özü məntiqə rəisinin onların evinin yanından karitada keçib getdiyini tez-tez görür. O, hər bazar günü kilsəyə gəlib dua edir və eyni zamanda şən-şən hamını nəzarətdən keçirdir. Deməli, bütün bunlardan məlum olduğuna görə o yaxşı bir adam olmalıdır. Akaki Akakiyeviç bu qərarı dinləyib qəmgin halda öz otağına keçdi və onun orada həmin gecə necə baş vurduğunu, başqasının vəziyyətini az çox təsəvvür edə bilən adamın öz mühakiməsinə buraxırıq.
Səhər tezdən Akaki Akakiyeviç məntiqə rəisinin yanına getdi. Ancaq dedilər ki, o yatır. Akaki Akakiyeviç saat 10-da bir də getdi. Yenə dedilər ki, yatır. O bir də saat 11-də gəldi. Dedilər ki, məntiqə rəisi evdə yoxdur. O bir də nahar vaxtı gəldi, ancaq giriş otağında olan mirzələr onu heç bir surətdə içəri buraxmayıb, nə üçün, nə səbəbə gəldiyini və necə bir hadisə baş verdiyini mütləq bilmək istəyirdilər. Belə ki, axırda Akaki Akakiyeviç ömründə birinci dəfə hirsin büruzə vermək istədi və qəti surətdə dedi ki, şəxsən məntiqə rəisinin özünü görməlidir. Mirzələrin onu içəri buraxmamağa ixtiyarı yoxdur və departamentdən dövlət işi üçün gəlmişdir. Və onlardan şikayət edər, onda görərlər. Bunun müqabilində mirzələr heç bir şey deməyə cürət etmədilər və onlardan biri məntiqə rəisini çağırmağa getdi. Məntiqə rəisi şinelin oğurlanması barəsində söhbəti nə isə son dərəcə qəribə bir halda dinlədi. O işin başlıca nöqtəsini diqqət yetirmək əvəzinə Akaki Akakiyeviçdən soruşmağa başladı ki, evi nə üçün belə gec qayıdırmış. Ədəbsiz bir evdə zad olmayıbmış ki. Belə ki, Akaki Akakiyeviç tamamilə pərt olub onun yanından çıxdı və şinel barəsindəki işin davam etdirib-etdirilməyəcəyini bilmədi. O, bütün bu günü qulluq etdiyi idarəyə getmədi. Bu, onun ömründə yeganə hadisə idi. O bir gün daha pis görkəm almış, köhnə kapotun geyib, rəngi tamamilə solğun halda idarəyə getdi. Şinelinin oğurlanması barəsində danışarkən hətta belə bir halda da Akaki Akakiyeviçə istehza etmək istəyən bəzi məmurlar tapılsa da, ancaq bu əhvalat çoxunun ürəyini kövrəltdi. Bu qərara gəldilər ki, həmin saat aralarında pul yığsınlar, ancaq çox. Çünki məmurlar direktorun portretini çəkdirmək və şöbə müdirinin təklifinə görə direktorun dostu olan bir yazıcının kitabını almaq üçün xeyli pul sərf etmişdilər. Beləliklə yığılan pul cüzi bir şey oldu. Akaki Akakiyeviçə rəhmi gələn məmur heç olmasa boş bir məsləhəti ilə kömək etmək üçün ona dedi ki, kvartal nəzarətçisinin yanına getməsin. Çünki kvartal nəzarətçisi o böyüklərinin rəğbətini qazanmaq üçün bəlkə də bir təhər şineli tapar, ancaq Akaki Akakiyeviç şinelin özünə aid olduğunu sübut etmək üçün qanuni dəlillər təqdim etməsə, şineli polis idarəsində qalacaqdır. Hamısından yaxşısı budur ki, o bir böyük adama müraciət etsin. Həmin böyük adam lazım olan adamlarla yazışır, danışır və işi sürətləndirə bilir. Çarə yox idi. Akaki Akakiyeviç bir böyük adamın yanına gəlməyi qərara aldı. Həmin böyük adamın vəzifəsinin nədən ibarət olduğu indiyə qədər məlum deyil. Bilmək lazımdır ki, bu böyük adam bu yaxınlarda böyük adam olmuşdu. Bundan əvvəl isə adam deyildi. Amma onun mövqeyi indi də daha böyük adamların mövqeləri ilə müqayisə edildikdə çox da böyük sayılmırdı. Ancaq həmişə elə adamlar tapıla bilər ki, başqalarının nəzərində böyük olmayan adam onların nəzərində böyükdür. Bir də ki, həmin adam öz böyüklüyünü başqa vasitələrlə gözə çarpdırmağa çalışırdı. O, belə bir qayda qoymuşdu ki, işə gələndə aşağı rütbəli məmurlar onu hələ pillə başında qarşılamalıdır. Onun yanına heç kəs getməyə cürət etməməlidir. Hər bir şey möhkəm bir qayda üzrə olmalıdır. Kollec qeydiyyatçısı quberniya katibinə məlumat verməli, quberniya katibi titulyar və ya o dərəcədə olan başqa bir katibə məlumat verməlidir. Müqəddəs Rus ölkəsində artıq belə bir qayda əmələ gəlib ki, hamı öz rəisini təqlid edir, hamı özünü ona bənzədir və onu yamsılayır. Hətta deyirlər ki, bir titulyar müşaviri kiçik bir dəftərxanaya müdir qoyduqları zaman o həmin saat özünə xüsusi bir otaq ayırıb, oranı idarə otağı adlandırmış və qapının ağzına qırmızı yaxalıqlı və bafta taftalı kapeldinerlər qoyubmuş ki, bunlar da gələn adam üçün qapının dəstəyindən yapışıb açırmışlar. Amma həmin idarə otağına adi bir yazı stolu zorla yerləşərmiş. Böyük adamın üsul və adətləri samballı və əzəmətli idisə də, ancaq çox mürəkkəb deyildi. Onun sisteminin başlıca əsası ciddilik idi. O həmişə ciddilik, bir də ciddilik deyər və öz adəti üzrə son sözü söylədikdə danışdığı adamın üzünə çox mənalı baxardı. Amma bunun üçün heç bir səbəb də yox idi. Çünki dəftərxananın bütün dövlət mexanizmini təşkil edən 10 nəfərə qədər məmur onsuz da lazımınca qorxu içində idi. Həmin böyük adamı uzaqdan gördükdə onlar işlərini buraxıb, dik ayaq üstündə durub, rəisin otaqdan keçib getməsini gözlərdilər.
Onun aşağı rütbəli məmurlarla adi danışığı çox ciddi olub, aşağıdakı 3 cümlədən ibarət olardı. Necə cürət edirsiniz? Bilirsinizmi kimlə danışırsınız? Anlayırsınızmı qarşınızda duran kimdir? Amma əslində o mehriban bir adam idi. Yoldaşları ilə xoş rəftar edər, işə yarayardı. Ancaq generallıq rütbəsi onu lap azdırmışdı. O, general rütbəsi aldıqdan sonra özünü itirib, yolunu azmış və nə edəcəyini əsla bilmirdi. Özünə bərabər adamla o ağıllı başlı, olduqca mərifətli, bir çox cəhətlərdən hətta ağıllı bir adam idi. Ancaq özündən heç olmasa bircə dərəcədə aşağı rütbəli adamlar arasına düşəndə tamamən adamlıqdan çıxardı. Qaradinməz olub qaralardı. Onun vəziyyətinə adamın yazığı gəlirdi. Çünki hətta o özü də hiss edirdi ki, vaxtın burada olduğundan ölçülməz dərəcədə yaxşı keçirə bilərdi. Onun gözlərində bəzən maraqlı bir söhbət ya da bir dəstəyə qoşulmaq üçün şiddətli arzu hissi olunurdu. Lakin belə fikirlər onu qoymurdu. Onun tərəfindən bu, həddən artıq sadə hərəkət, həddən artıq sərbəstlik sayılmazmı? Beləliklə o öz nüfuz və hörmətini itirməzmi? Belə düşüncələr nəticəsində o həmişə eyni qara dinməz vəziyyətdə qalar, yalnız hərdən tək-hecalı səslər çıxardardı. Beləliklə də o son dərəcə qara qabaq bir adam ləqəbi qazanmışdı. Bizim Akaki Akakiyeviç belə böyük bir adamın yanına gəldi. Həm də ən namünasib, özü üçün həm də əlverişli olmayan, lakin həmin böyük adam üçün əlverişli olan bir zamanda gəlib çıxırdı. Həmin böyük adam öz kabinetində idi və yaxında bura gəlmiş olan öz köhnə tanışı və uşaqlıq yoldaşı ilə şən-şən söhbət eləyirdi. Bu yoldaşı ilə o neçə il idi görüşməmişdi. Bu zaman ona ərz etdilər ki, Başmaçkin adlı birisi gəlib. O acıqlı bir səslə soruşdu. Nəçidir? Ona cavab verdilər ki, bir məmurdur. Hələ qoy gözləsin, indi vaxtım yoxdur, deyə böyük adam cavab verdi. Burada demək lazımdır ki, böyük adam tamamən yalan deyirdi. Onun vaxtı var idi. Onlar dostu ilə artıq çoxdan idi hər şey barəsində söhbətlərini qurtarmışdılar. Və artıq çoxdan bəri söhbətlərinə uzun-uzun sükutla ara verir və yalnız hərdən bir, yavaşcadan bir-birinin buduna vurub deyirdilər. Belə işlər, İvan Abramoviç, belə işlər, Stepan Varlamoviç. Ancaq bütün bunlara baxmayaraq, həmin böyük adam məmurun gözləməsini tapşırdı. Beləliklə o çoxdan xidmət etməmiş və kənddə öz evində yaşamaqda olan dostunu göstərmək istəyirdi ki, məmurlar onun giriş otağına nə qədər gözləyirlər. Axırda o doyunca söhbət edib və daha artıq sükut etdikdən sonra əyri söykənəcəyi olan çox rahat kresloda bir siqar çəkdikdən sonra nəhayət sanki birdən yadına düşmüş kimi qapının ağzında əlində kağızlar məlumat vermək üçün durmuş katibinə dedi. Hə, axı deyəsən orada bir məmur vardı. Ona deyin içəri gələ bilər. Böyük adam Akaki Akakiyeviçin yazıq görkəmini və köhnə vismundirini görüb birdən ona müraciətlə dedi. Nə buyururdunuz? Bu sözləri o indiki mövqeyini və general rütbəsini almamışdan hələ bir həftə əvvəl öz otağında təhlikdə gözgörən qabağında qəsdən öyrənmiş olduğu acıqlı və möhkəm bir səslə söylədi. Akaki Akakiyeviç hələ əvvəlcədən lazımınca qorxu hiss edib bir qədər tutuldu və bacardığı kimi dilinin sərbəstliyinin ona izin verdiyi dərəcədə və başqa vaxt olduğundan daha tez-tez filan adətini işlədə-işlədə izah etməyə başladı ki, şineli təptəzə idi. İndi onu insafsız bir surətdə soymuşdular və o həmin adama müraciət edir ki, o birtəhər filan bir adamın qarşısında vasitəçilik edib, cənab Oberpolicmester ilə və ya başqa bir adamla yazışıb onun şinelini tapsın. Generala nədənsə elə gəldi ki, bu cür hərəkət etmək özbaşınalıqdır. Bu necə işdir, cənab? O acıqlı bir səslə davam elədi. Qayda qanun bilmirsinizmi? Siz hara gəlmisiniz? Bilmirsiniz işlər necə aparırlar? Bu barədə siz gərək əvvəlcə dəftərxanaya ərzə verəydiniz. Həmin ərzə hissə müdirinə gedəydi, ondan şöbə müdirinə veriləydi, sonra katibə çataydı. Katib isə onu mənə yetirəydi. Akaki Akakiyeviç bütün olan qalan cürətini toplayıb eyni zamanda çox bərk tərləmiş olduğunu hiss edə dedi. Ancaq general həzrətləri, mən zat-ı alinizə ona görə zəhmət verməyə cürət etdim ki, katiblər çox etibarlı adamlar deyil, filan.
Necə? Böyük adam dilləndi. Bu cürət sizdə hardandır? Bu fikirlər sizin başınıza hardan girib? Rəislərə və böyüklərə qarşı cavanlar arasında bu azğınlıq hardan belə yayılıb? Deyəsən bu böyük adam Akaki Akakiyeviçin yaşının 50-dən də ötdüyünü görməmişdi. Akaki Akakiyeviçə cavan demək yalnız nisbi olardı. Yəni yaşı 70-dən artıq olana nisbətən ona cavan demək olardı. Siz bilirsinizmi ki, bu sözləri kimə deyirsiniz? Bilirsiniz sizin qarşınızdakı kimdir? Siz bunu anlayırsınızmı? Qanırsınızmı? Mən sizdən soruşuram. Bu sözləri söyləyib böyük adam ayağın yerə döydü və səsini elə yüksək bir dərəcəyə qaldırdı ki, bundan yalnız Akaki Akakiyeviçi deyil, başqasını da dəhşət götürərdi. Akaki Akakiyeviç yerində donub qaldı, yırğalandı, bütün bədəni əsdi və heç cür ayaq üstə dura bilmədi. Əgər həmin saat xidmətçilər yüyürüb onu tutmasaydılar, döşəməyə səriləcəkdi. Onu demək olar ki, hərəkətsiz bir halda otaqdan çıxartdılar. Böyük adam isə etdiyi təsirin gözlədiyindən də artıq olduğuna sevinərək öz sözlərindən başqa bir adamı, hətta bihuş edə biləcəyi fikrindən tamamilə məmnun qalmış halda gözünün ucu ilə dostuna baxdı ki, görsün o bu işə necə baxır. O məmnuniyyətlə gördü ki, dostu ən qeyri-müəyyən bir vəziyyətdədir və hətta özü də bir qədər qorxuya düşüb. Akaki Akakiyeviçin pilləkənlərə necə düşdüyündən və küçəyə necə çıxdığından əsla xəbəri yox idi. O öz ayağının varlığını da hiss etmirdi. O ömründə bir general tərəfindən, həm də yad bir general tərəfindən hələ bu qədər şiddətli danlanmamışdı. O küçələrdə vıyıldayan çovğundan ağzını açıb, səkilərdən düşüb çıxa-çıxa yeriyirdi. Külək Peterburq qaydasınca dörd tərəfdən, bütün döngələrdən onun üstünə hücum edirdi. Küləkdən bir anda onun nəfəsi kəsildi. O evə elə halda gəlib çıxdı ki, daha bircə kəlmə də danışa bilmədi. Onun bütün bədəni şişmişdi. O yatağına uzandı. Bəzi vaxt lazımə məzəmmətin təsiri bu qədər şiddətli olur. Ertəsi gün onun bədəni qızdırma içində yanırdı. Peterburq iqliminin alicənab köməkliyi sayəsində xəstəlik gözlənildiyindən sürətlə inkişaf etdi və doktor gəldikdə xəstənin nəbzinə baxıb xəstəni isindirməkdən başqa bir əlac göstərə bilmədi. Buna da yalnız ona görə qərar verdi ki, xəstə təbabətin xeyirli köməyindən məhrum qalmasın. Özü də xəbər verdi ki, düz bir sutka yarımdan sonra mütləq işi bitəcək. Bundan sonra həkim evin xanımına müraciətlə dedi ki, ay ana, siz nahaq yerə vaxt itirməyin. Onun üçün elə indidən bir şam ağacından tabut hazırlatdırın. Çünki palıd ağacından tabut onun üçün baha olar. Akaki Akakiyeviçin özü üçün məşum olan bu sözləri eşidib eşitmədiyi, əgər eşitdisə, bu sözlərin ona sarsıdıcı bir təsir edib etmədiyi, onun öz dərdli həyatı üçün təəssüflənib təəssüflənmədiyi məlum deyil. Çünki o həmişə qızdırma içində sayıqlayırdı. Onun gözünə bir-birindən qəribə olan səhnələr görünürdü. O gah Petroviçi görür və ona elə bir şinel sifariş edirdi ki, oğruları tutmağa tələsi olsun. Gah ona elə gəlirdi ki, çarpayısının altı həmişə oğrularla doludur və o hər dəqiqə evin xanımını çağırıb tapşırırdı ki, hətta yorğanının altından oğrunu çəkib çıxartsın. Gah soruşurdu ki, köhnə kapotunu niyə gözün qabağına asıblar? Onunki təzə şineli var. Gah ona elə gəlirdi ki, generalın qabağında durub, onun haqlı məzəmmətlərini dinləyir və tez-tez deyir. Günahkaram, general həzrətləri. Gah da hətta pis-pis danışıb ən dəhşətli sözlər söyləyirdi. Belə ki, ömründə ondan bu cür sözlər eşitməmiş olan qoca ev xanımı hətta xaç vururdu. Həm də ki, bu sözlər general həzrətləri sözlərindən həmin saat sonra söylənirdi. Sonra isə o tamamilə mənasız danışırdı. Belə ki, heç bir şey başa düşmək mümkün deyildi. Yalnız bircə şeyi görmək mümkün idi ki, bütün bu hətərən-pətərən sözlər və fikirlər elə bircə həmin şinelin ətrafında ərlənirdi. Axırda yazıq Akaki Akakiyeviç canını tapşırdı. Onun nə otağını, nə də şeylərini möhürlədilər. Çünki əvvəla vərəsəsi yox idi. İkincisi, çox az bir irs qalmışdı ki, o da bundan ibarət idi. Bir dəstə qaz lələyi, bir tutam ağ dövlət kağızı, 3 cüt corab, 2-3 şalvar düyməsi, bir də ki, oxucuya məlum olan kapot. Bütün bunların kimə çatdığını Allah bilir. Etiraf edirəm ki, bu əhvalatı nəql edən adam özü də bu məsələ ilə heç maraqlanmayıb. Akaki Akakiyeviç aparıb bastırdılar.
və Peterburq Akaki Akakiyeviçsiz qaldı. Elə bil bu adam heç yerli dibli yox imiş. Heç kəsin müdafiə etmədiyi, heç kəs üçün əziz olmayan, heç bir kəsin maraqlanmadığı, hətta adi bir milçəyi sancağa taxan və ona mikroskopla baxan bir təbiətçinin də diqqətini cəlb etməyən bir məxluq yox olub getdi. Bu elə bir məxluq idi ki, bütün dəftərxana istehzalarına itaətlə dözərdi və heç də fövqəladə bir iş olmadan qəbrə getdi. Lakin hər halda bu məxluq üçün hətta ömrünün ən sonunda da olsa, şinel şəklində xoş bir əlamət əyan oldu. Onun yazıq həyatını bir anlığa canlandırdı. Sonra da padşahların və dünya hökümdarlarının başına gələn kimi dözülməz bir fəlakət onun da başına gəldi. Onun ölümündən bir neçə gün sonra departamentdən evinə bir xidmətçi göndərib əmr etmişdilər ki, həmin saat idarəyə gəlsin. Naçalnik onu tələb edir, lakin xidmətçi əli boş qayıtmalı olub məlumat verdi ki, Akaki Akakiyeviç daha gələ bilməz. Niyə sualına xidmətçi cavab verdi ki, elə belə, o ölüb. 4 gün bundan qabaq bastırıblar. Departamentdə Akaki Akakiyeviçin ölümündən belə xəbər tutdular və ertəsi gün artıq yerində yeni bir məmur oturmuşdu. O, boyca xeyli uca olub, hərfləri onun kimi düz xətlə deyil, xeyli qıyğacı yazırdı. Ancaq kim güman edə bilərdi ki, Akaki Akakiyeviç əhvalatı burada bitmir və o, heç kəs tərəfindən nəzərə alınmayan həyatının bir mükafatı imiş kimi ölümündən sonra bir neçə gün gürültülü bir həyat keçirəcəkdir. Ancaq belə oldu və bizim nağıl etdiyimiz bu adi əhvalat gözlənilmədən xəyali bir nəticə ilə qurtardı. Peterburqa birdən-birə belə bir şayə yayıldı ki, Kalenkin körpüsü yanında və onun ətraflarında gecələr adamların gözünə nə isə öz oğurlanmış şinelini axtaran məmur şəklində bir xəyalət görünür və xəyalət adamların mənsəb və rütbəsinə baxmadan hamının çiynindən hər cür şineli öz oğurlanmış şineli adına çəkib aparır. Yaxaları pişik dərisindən, qunduz dərisindən sırınmış, sırınmamış, yenot dərisindən, tülkü dərisindən, ay dərisindən kürk, müxtəsər, insanların öz bədənlərini bürümək üçün icad etdikləri xəz və dəri paltar nə rast gəlirsə, hamısını çəkib aparır. Departament məmurlarından biri öz gözü ilə həmin ölü xəyalətini görüb, onun Akaki Akakiyeviç olduğunu o saat tanıyıbmış. Lakin bundan ona elə bir qorxu götürüb ki, həmin saat var gücü ilə qaçmağa başlayıb və buna görə də ona yaxşıca diqqətlə baxa bilməyibmiş. Yalnız uzaqdan onu barmağı ilə hədələdiyini görübmüş. Hər bir tərəfdən fasiləsiz surətdə şikayətlər yayılmağa başlamışdı ki, hələ titülyar müşavirlər bir yana, hətta ən böyük gizli müşavirlərin də kürəkləri və çiyinləri gecələr şinellər soyulduğuna görə tamamilə soyuğun qabağında qalmalı olub. Polis idarəsinə əmr verilmişdi ki, ölü xəyalətini hər necə olur olsun, ya diri, ya ölü tutsunlar və başqalarına nümunə olmaq üçün ən amansız bir surətdə cəzalandırsınlar. Az qalmışdı bu iş müvəffəqiyyətlə yerinə yetirilsin. Kiryushkin döngəsində bir kvartalın keşikçisi həmin ölü xəyaləti cinayət başında vaxtilə fleyta çalan olub istifaya çıxmış bir musiqiçinin friz şinelini çəkib aparmaq istədiyi zaman azca qalmışdı yaxalayıb tutsun. O xəyalətin yaxasından yapışıb çığıraraq 2 başqa yoldaşını çağırmış və xəyaləti tutub saxlamağı onlara tapşırıb, özü yalnız bircə dəqiqəliyə əyilib çəkməsinin boğazından burnotu qabını çıxarmaq istəyibmiş ki, ömründə 6 dəfə don vurmuş burnunu bir qədər təravətləndirsin. Ancaq görünür burnotu elə bir burnot imiş ki, buna hətta ölünün xəyaləti də dözə bilməyibmiş. Keşikçi barmağını burnunun sağ pərdəsini dirəyib sol əli ilə bir çimdik burnotu götürməyə macal tapmamış, ölü elə bərkdən asqırıbmış ki, üçünün də gözünü burnotu ilə doldurubmuş. Onlar yumruqlarını gözlərinə dirəyib ovuşdurunca ölünün izi tozu qalmayıbmış. Belə ki, onlar ölünün doğrudan da öz əllərində olub-olmadığını hətta yaxşı bilmirlər. O vaxtdan bəri keşikçilər ölülərdən elə bərk qorxmağa başlamışdılar ki, hətta dirilər də tutmağa qorxur və yalnız uzaqdan çığırırdılar. Hey, yolunu düz get. Bundan sonra ölü məmur xəyaləti hətta Kalinkin körpüsündən uzaqlarda da görünüb. Bütün qorxaq adamları dəhşətə salıb. Amma biz əslində tamamilə həqiqi olan bu əhvalatın xəyali bir istiqamət almasının əsl baisi olan həmin böyük adamı tamamilə yaddan çıxartdıq. Hər şeydən əvvəl
ədalətli olmaq vəzifəsi tələb edir ki, həmin böyük adam yaman danlanmış olan yazıq Akaki Akakiyeviç gedən kimi mərhəmətə bənzər bir şey hiss etmişdi. Başqasının halına yanmaq onun üçün yad bir şey değildi. Mənsəbinin çox zaman xeyirxahlıq hisslərinin büruzə çıxmasına mane olduğuna baxmayaraq, onun qəlbində bir çox mehriban duyğular yer etmişdi. Yanına gəlmiş dostu onun kabinetindən çıxan kimi, o hətta yazıq Akaki Akakiyeviç barəsində düşünməyə də başlamışdı. Bu zamandan başlayaraq demək olar ki, hər gün yüksək rütbəli bir adamın məzəmmətinə dözə bilməyən Akaki Akakiyeviçin solğun üzü onun gözünə görünürdü. Akaki Akakiyeviçin fikri onu o qədər narahat etmişdi ki, aradan bir həftə keçəndən sonra o hətta Akaki Akakiyeviçin arxasınca bir məmur göndərib onun işinin necə olduğunu və ona doğrudan da kömək etmək mümkün olub olmadığını öyrənməyə qərar aldı. Akaki Akakiyeviçin qısa bir müddətdə və şiddətli qızdırma içində öldüyünü ona xəbər verdikdə o hətta heyrət içində qalıb vicdan əzabı duydu və bütün gün kefi yerində olmadı. O bir təhər əylənmək, bu xoşa gəlməz təsiri yadından çıxartmaq arzusu ilə axşam öz dostlarının birinin yanına gedir. Onun evində ağıllı başlı bir məclis görür. Hamısından yaxşı bu idi ki, oradakılar hamısı demək olar ki, bir rütbə adamları idi. Belə ki, onun heç bir cəhətdən əli qolu bağlanmayacaqdı. Bu, onun ruhi vəziyyətinə çox qəribə təsir elədi. O açıldı, xoş sifət, mehriban bir adam oldu. Müxtəsər bütün gecəni xoş keçirdi. Axşam yeməyi yeyərkən 2 stəkan şampan şərab içdi. Məlum olduğu kimi bu şərab şən və xoş fikirlərə yaxşı təsir edir. Şampan şərabı onda cürbəcür gözlənilməz hərəkətlərə meyl əmələ gətirdi. Belə ki, o birbaşa evə getmək istəməyib. Karolina İvanovna adlı, gərək ki, əslən Alman olan tanış bir xanımın yanına getmək istəyib. Bu xanımla onun tamamilə dostanə bir münasibəti var idi. Bunu da demək lazımdır ki, bu böyük adam xeyli yaşlı idi. Yaxşı bir ər idi və hörmətli bir ailə sahibi idi. Biri artıq dəftərxanda xidmət edən 2 oğlu və burnu bir qədər dik olsa da, ancaq gözəl olan 16 yaşlı qəşəng bir qızı hər gün gəlib onun əlini öpər və deyərdilər. Günün xeyirli olsun, ata. Hələ canı sulu olub, hətta heç də kifiri olmayan arvadı hər şeydən əvvəl əlini öpdürər, sonra tərsinə çevirib özü onun əlini öpərdi. Lakin öz evindəki ailə mehribanlıqlarından tamamilə razı qalan həmin bu böyük adam dostanə münasibətlər üçün şəhərin o biri başında bir aşna saxlamağı da ədəbli bir hərəkət hesab edirdi. Onun bu aşnası öz arvadından əsla nə cavan, nə də yaxşı idi. Ancaq dünyada belə və qəribə tapmacalar olur və bu barədə mühakimə yürütmək bizim işimiz deyil. Bəli, həmin böyük adam pilləkəndən düşüb xizəyə oturdu və sürücüyə dedi. Karolina İvanovnanın yanına. Özü isə bəzəkli və isti şinelinə bürünüb, elə xoş bir vəziyyət aldı ki, bir Rus üçün bundan yaxşı ağla gətirmək də mümkün deyil. Yəni, bu elə vəziyyətdir ki, özün heç bir şey fikirləşmirsən, amma bir-birindən xoş fikirlər onları axtarmağa zəhmət vermədən özləri sənin ağlına gəlir. O böyük bir ləzzət içində keçirdiyi axşamın bütün xoş dəqiqələrini, kiçik məclisi qəhqəhə ilə güldürən bütün sözləri ötər olaraq yadına salırdı. O hətta bu sözlərdən bəzilərini yavaşcadan təkrar edirdi. Ona elə gəlirdi ki, bu sözlər elə əvvəlki kimi gülməlidir və buna görə təəccüblü deyil ki, o özü də ürəkdən gülürdü. Ancaq şiddətlə əsən külək hərdən bir ona mane olur və Allah bilir hardan və hansı səbəbə görə şiddətli əsib sanki sifətini kəsir, yığın-yığın qarı içəri atır, şinelin yaxasını bir yelkən kimi qabardır ya da birdən qeyri-təbii bir qüvvə ilə onun başına çırpır və beləliklə onu daim narahat edib bu vəziyyətdən qurtarmağa məcbur edirdi. Böyük adam birdən hiss elədi ki, kimisə çox möhkəm bir surətdə onun şinelinin yaxalığından yapışdı. O dönüb baxanda əynində köhnə vismundir olan orta boylu bir adam gördü və dəhşət içində onun Akaki Akakiyeviç olduğunu tanıdı. Məmurun üzü qar kimi ağappaq idi. Özü də lap ölüyə bənzəyirdi. Lakin birdən bu böyük adamı bürüyən dəhşət bir də həddi aşdı. O gördü ki, ölünün ağzı əyildi. Oradan qorxunc məzar qoxusu gəldi və ölü bu sözləri dedi. Hə, axır kəlmə düşdün. Axır ki, sənin də yaxandan yapışdım. Mənə elə sənin şinelin lazım idi. Mənim şinelimi tapmağa çalışmadın. Üstəlik, hələ məni danladın da. İndi öz şinelini ver.
Yazıq böyük adam az qalmışdı ölsün. Hərçənd o dəftərxanada və ümumiyyətlə aşağı rütbəli adamların yanında çox tünd xasiyyəti idi. Hərçənd onun bircə heybətli görkəminə baxanda hər kəs deyərdi: "Aman, nə tünd xasiyyətdir." Ancaq burada o, pəhləvan görkəminə malik bir çox adamlar kimi elə qorxuya düşdü ki, doğrudan da haqlı olaraq hətta qəşş edəcəyindən qorxdu. Hətta o özü şineli tez çiynindən atıb, qorxudan səsi dəyişmiş bir halda sürücüyə çığırdı: "Var gücünlə evə sür." Sürücü adətən ən qəti dəqiqələrdə çıxan bu səsi eşidib, bundan sonra xeyli təsirli hərəkətlər də olduğunu bildiyindən hər ehtimala görə başını çiyinlər arasına qısıb, qamçısını qaldıraraq qolaylandı və xizəyi ox kimi sürdü. 6 dəqiqədən azacıq artıq bir zamanda böyük adam öz evinin qapısının ağzındaydı. O, rəngi solmuş, qorxuya düşmüş və şinelsiz halda Karolina İvanovnanın yanına getmək əvəzinə öz evinə gəlib. Özünü bir təhər otağına yetirdi və gecəni çox bərbad bir halda keçirtdi. Belə ki, ertəsi gün səhər çay içilən vaxt qızı ona belə dedi: "Ata, bugün sənin rəngin lap qaçıb." Ancaq ata dinmədi və hara getdiyi, hara getmək istədiyi və başına nələr gəldiyi barədə heç bir kəsə bir söz demədi. Bu hadisə ona çox şiddətli təsir etmişdi. O, hətta öz məmurlarına xeyli az hallarda deyirdi ki, necə cürət edirsiz, bilirsinizmi qabağınızda kimdir? Əgər o bu sözləri söyləmiş olsaydı da əvvəl işin nə yerdə olduğunu soruşub dinlədikdən sonra deyərdi. Ancaq qəribəsi budur ki, bu vaxtdan etibarən ölü məmur xəyaləti daha əsla gözə görünmədi. Görünür, generalın şineli onun əyninə lap yaxşı gəlibmiş. Hər halda daha bir adamın çiynindən şinel qapıldığı barəsində heç bir yerdə heç bir şey eşidilmədi. Amma bir çox fəal və qayğıkeş adamlar heç cür sakit olmaq istəmir və deyirdilər ki, güya şəhərin uzaq hissələrində ölü məmur xəyaləti hələ də gözə görünürmüş. Doğrudan da Kolomna keşikçilərindən biri həmin ölü xəyalətin bir evin arxa tərəfindən çıxdığını öz gözləri ilə görmüşdü. Ancaq həmin keşikçi öz təbiəti etibarilə çox aciz idi. Bir dəfə adicə yekə bir donuz balası xüsusi bir evin qapısından qaçaraq çıxıb ona toxunmuş və yerə yıxmışdı. Ətrafda duran faytonçular bərk gülüşmüşdülər. Keşikçi bu istehsaya görə onların hərəsindən bir quruş burun otu pulu almışdı. Bəli, həmin keşikçi aciz və gücsüz olduğundan xəyaləti saxlaya bilməyibmiş. Qaranlıqda onun arxasınca düşüb gedib, nəhayət xəyalət birdən durub ətrafına göz gəzdirib, ondan soruşubmuş: "Nə istəyirsən?" Və ona elə bir yumruq göstəribmiş ki, keşikçi heç bir şey demiş və həmin saat geri qayıdıbmış. Ancaq bu xəyalət boyca xeyli uca imiş, yekə bığları varmış və deyəsən Obuxov körpüsünə sarı gedib qaranlıqda gözdən itibmiş.